Uzun fasilədən sonra səhnələrə geri qayıdan və gəlişi ilə fanatlarını sevindirən xalq artisti Nasbəri Dostəliyevanı iş başında gördük. İfaçı sənət yenilikləri haqqında danışdı. Nəvələrini həyatının mənası hesab edən müğənninin eksklüziv etirafları şou məkanda. Bu da bir taleydir, tək ağlayarsan, özüm öz yaranı tək bağlayarsan, yola qardaş olub sirdaş olarsan. Xalq artisti ilə onun doğum günü ərəfəsində görüşdük. Nasbəri xanım əvvəllər özünə dildən dilə dolaşan doğum günləri etsə də, sənətkar artıq həmin çalçağının keçmişdə qaldığını söylədi. Mən xüsusi bir ad günü keçirmək istəmirəm, keçirtmirəm də. Amma olub, bundan əvvəl olub. Artıq bir son illərdə artıq balacalar həyata gələndən sonra mən düşünürəm ki, təmtəraqlı, ürəyimiz istəyən kimi ad günü onlar üçün eləyək. Xalq artisti doğum günlərində bir sıra yaradıcı yeniliklərinə imza atıb konsertlər verib. Sevənlərini gəlişi ilə bax bu cür sevindirib. Demək olar ki, bir 4 il, 5 il, məhz 23 dekabr mən başqa ölkələrdə, xarici ölkələrdə solo konsert eləmişəm. Moskvada misal üçün eləmişəm, Türkiyədə eləmişəm, solo konsert. Yalnız mənə məxsus olan gözəl, möhtəşəm konsertlər eləmişəm. Sonra Bakıda möhtəşəm Heydər Əliyev adına sarayda mən solo konsert eləmişəm. Bu dünyanın xoşbəxtləri sən və mən. Mənim ad günüm ərəfəsində yaratdığım, yazdığım, ümumiyyətlə il ərzində gördüyüm işlərin elə ad günümdə nəticəsini tamaşaçılara təqdim edeyim. Nasbəri xanım, doğum gününüzdə elə bir hədiyyə bağışlayıblarmı ki, siz illər keçsə də həmin hədiyyənin dəyərini unutmamısınız? Xalqın mənə ömürlük böyük bir hədiyyəsi var. Mən onu böyük şərəflə daşıyıram. O sevgidir. Xalqın sevgisi mənə həyatda ən böyük hədiyyədir. Mən ondan böyük hədiyyə olsa da qəbul eləmirəm. Amma yoxdur. Gül çiçəyə bürünübdür çöl çəmən. Nasbəri xanım üçün çiçək ən dəyərli hədiyyədir. Ona görə də xalq artistinə hədiyyə seçərkən mütləq çiçək alın. Ümumiyyətlə çiçəkləri çox sevirəm və məni sevən insanlar hər zaman mənə çiçəklər, qızıl gül bəxş edirlər. Bu ildə balacalarım arasında bir dənə çiçəyi oldu. Onların da fərqli təqdimatı oldu. Onların da mənə fərqli mamalarına sevgisi oldu. Mənim ən böyük hədiyyəm hər zaman mənim aldığım çiçəklərdir. Yol üstə yolların aşıq için. Mən özəl insandan da o çiçəkləri görmüşəm. Sevdiyimlərdən mən öz çiçəklərimi görmüşəm, övladlarımdan o çiçək çələnglərini görmüşəm. Nəvələrindən də ürək dolusu danışan sənətkar onlara olan sevgisini, istəyini yerə göyə sığdıra bilmədi. Tamerlan mənim həyatımdır da. Tamerlan mənim üçün dünyada hər şeydir. Tamerlan mənim sevincimdir. Tamerlan mənim kədərimdir. Tamerlan hər şeyimdir. Amma Kərim də qısqanclıq eləyir. İndi görürəm, o da mama deyib qucağıma qaçanda görür ki, mən Tamerlanı öpürəm. Başlayır həyasızlıq eləməyə, ağlamağa. Sessiz ki, körpədirlər, bəlkə də çox istəyirlər öz mamaların, nənələrin. Bu yüzdən qısqanırlar. Allah bütün balaları saxlasın. Nasbəri xanım onun adı ilə dünyaya gələn körpələrdən danışdı. Ad qoyma məsələsində sənətkarın fikri bir qədər fərqlidir. Sən bilirsən nə qədər Nasbərilər var artıq. Hamı da mənim adımla dünyaya gəlib. Allah onları da xoşbəxt eləsin. Elə ailələr olub ki, ata-ana öz adın övladlarına qoymayıbsa, ata-ana inciyib, və yaxud da küsüb, və yaxud da qaynana, qaynata inciyib, küsüb. Valla bunlar çox gülməli hadisələrdir.
Mən istəməzdim Azərbaycan ailəsində belə şeylər baş versin. Artıq uzun illərdir ki, konsert səhnələrində görmədiyimiz xalq artistinin yaxın zamanlarda konserti gözlənilir. Odur ki, gözdə qulaqda olun. Demək olar ki, bir 7-8 ildir artıq mən konsert eləmirəm. Çox düşünməyimin səbəbi də odur ki, inşallah əvvəlki səviyyədə yox, ondan da daha yaxşı inşallah gözəl bir konsert təqdim edeyim. Sevilən ifaçıya sənətində və ailə həyatında uğurlar arz edirik.